Hal-hazırda yenə də mən sizə möhtəşəm görüntüləri istəyirəm təqdim edim. Bu gördüyünüz zavodda yenə bizim məhsulların Fitazan və Kardisepsi istehsalat mərkəzidir. Bax gördüyünüz kimi burada da şəkilləri göstərilir. Fitazan, Kardiseps və Spirulina məhsulları. Burada üzərindəki yazılar hər bir ölkənin öz bazarına uyğun şəkildə hazırlanır. Məsəl üçün Azərbaycanda əldə etdiyiniz məhsullar ingilis dilində, yəni Avropanın standartlarına uyğun göndərilir və üzərinə Azərbaycan dilində yazılar yapışdırılır. Amma burada olan məhsullar hamısı Pekinin özündə istehsal olunanlar bu ölkənin öz əhalisi üçün üzərində öz dilində yazılır. Amma bütün məhsullar eyni qablaşmadadır, eyni formadadır. Gördüyünüz kimi fruktozanın fərqli bir formasıdır. Uşaq kalsiumu və biokalsiumu burada digər zavodda da göstərdim. Yəni hər bir şey burada tam şəkildə qeyd olunub. Baxın, görürsüz. Fərqli-fərqli məhsullar var dünya bazarında. Sadəcə bizə halallıq sertifikatına görə, yəni məhsullar gəlir Azərbaycana müsəlman ölkəsi olduğumuz üçün. Bax, yeni bir məhsulumuz, möhtəşəm bir məhsuldur. Omega məhsulumuz, balıq yağı. Bu məhsul da gələn ildən Azərbaycanda satışda olacaq. Lestin kalsiumu zaten istifadə edənlər bilir. Kardiseps məhsulu və digər məhsul. Bu bizim məhsullardan kalsilər və qlukozamin. Glukozamini də görürsünüz burada. Biokalsi, metabolik kalsi və uşaq kalsiumunun tam fərqli bir forması var. Hansı ki, bunlar növbəti illərdə Azərbaycana gəlməsi planlaşdırılan məhsullardır. Gördüyünüz qutuda uşaq kalsiumudur. İçində öz qaşığı olur və qaşıq formasında, yəni o toz formasında qatılaraq suya istifadə olunur tam təbii formada. Təbii gigiyenik vasitələrimiz ki var, bilirsiniz bunları da Azərbaycana gəlməsi planlaşdırılan növbəti məhsullarımızdandır. Həm uşaqlar, həm böyüklər üçün istifadə olunan məhsullardır. Yəni 46 milyondan çox insan bugün TNS-in istehsalatından istifadə edir. Bu istehsalat hamısı buradan, bax gördüyünüz bu zavoddan heç bir əl dəymədən tam təbii şəkildə hazırlanan qidaya əlavələrdir. Heç bir təsiri ziyanı yoxdur. Etiketi yapışdırır, sonra keçir artıq sonuncu mərhələyə. Sonuncu mərhələdə gəlir yenə də aparat vasitəsilə həmin qutu qaldırılır və artıq çıxış üçün hazırdır. Müxtəlif sayda qutular qablaşdırılır bir yerdə və ondan sonra isə artıq ötürülür ambarlara. Ambarlardan sonra isə təbii ki, dünya ölkələrində satış üzrə ixrac edilir. Hə dostlar, bax bu zavod sizə indiyə qədər istifadə etdiyiniz məhsulların hər birini sizə əl dəymədən hazırlanıb göndərildiyi məkandır. Burada bütün məhsullarımız haqqında sizə geniş məlumat verməyə çalışsam, gərək mən 2 gün ən az bu zavodda olum. Çünki o qədər çox çeşid var, o qədər çox məlumat var, o qədər çox gözəlliklər var, dəyərli məlumatlar var ki, vallahi yəni bunu sizə sadəcə bir sözlə izah edə bilərəm ki, yəni bu məhsullardan əl çəkməyin. Bu məhsullar həyatınızda, qida rasionunuzda mütləq olmalıdır. Bu məhsulları dərman kimi, hansısa bir xəstəliyin yaranmasını gözləyərək deyil, xəstələnməmək üçün, qorumaq üçün istifadə etməlisiniz. Bu ən vacib olan amillərdən biridir, ən vacib. Çünki insanın orqanizması elə bir sistemdə qurulub ki, yəni birinci onu qorumaq lazımdır. Qorumadıqdan sonra onu xəstəlik vəziyyətində hansısa bir vasitə ilə qaytarmaq çox çətin olur. Qaytarsanız belə digər orqanlarınıza mənfi təsirlər qoya bilirsiniz, mənfi amillərlə rastlaşa bilirsiniz. Əgər yenə dediyim kimi normal şəkildə nəticə əldə etmək istəyirsinizsə, bu məhsullardan istifadəni gecikdirməməlisiniz, uşaqdan böyüyə hər kəsə vaxtında verməlisiniz.